Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə müəllimə. Bu gün dövlət qulluğu test toplusundan cümlə üzvləri, həmciz üzvlər və əlavələrə aid olan testlərin izahını verəcəm. 212-ci testdən başlayaq. Hər iki baş üzvün işləndiyi cümləni müəyyən edin. Sən gələndə dərslərimi oxuyurdum. Nə edirdim? Oxuyurdum. Nəyi? Dərslərimi. Nə zaman? Sən gələndə. Kim oxuyurdu? Mən oxuyurdum. Cümlənin ibtidası buraxılıb. Bunu intonasiya vasitəsilə cümləyə gətirdim. Bu cümlədə baş üzvlərdən hər ikisi işlənməyib. Ona görə A səhvdir. Məktəb illərini xatırlayarkən kövrəlirəm. Nə edirəm? Kövrəlirəm. Nə zaman kövrəlirəm? Məktəb illərini xatırlayarkən kövrəlirəm. Kim kövrəlir? Mən. Yenə mübtəda buraxılıb, intonasiya vasitəsilə bərpa elədik. Qəhrəmanları xalq heç vaxt unutmur. Nə etmir? Unutmur. Nə zaman? Heç vaxt. Kim unutmur? Xalq unutmur. Kim unutmur? Qəhrəmanlar unutmur. Cavabımız C variantıdır. Mübtəda və xəbər hər iki baş üzvün iştirak etdiyi cümlədir. Məni görüb əlindəki bağlamanı yerə qoydu. Nə etdi? Qoydu. Sual verək. Kim qoydu? O qoydu. Cümlənin mübtədası buraxılıb, intonasiya vasitəsilə bərpa elədim. Qurumuş meyvələri səbətə yığdılar. Nə etdilər? Yığdılar. Sual verək. Kim yığıb? Onlar yığdılar. Bu cümlənin də mübtədası buraxılmışdı. İntonasiya vasitəsilə bərpa elədim. Dədə Qorqud dastanı qədim tarixi köklərə malikdir cümləsində altından xətt çəkilmiş ifadə hansı cümlə üzvüdür? Malikdir nəyə, köklərə, necə köklərə, hansı köklərə, tarixi və qədim cümlənin təyinləridir. Nə? Dədə Qorqud dastanı bu cümlənin söz birləşməsi ilə ifadə olunmuş mübtədasıdır. Bayağı adamlar yadıma düşəndə qanım qaralır. Nə edir? Qanım qaralır. Nə zaman? Bayağı adamlar yadıma düşəndə. Cümləsində xəbər nə ilə ifadə olunmuşdur? Cümlənin xəbəri frazoloji birləşmə ilə ifadə olunub. Qanı qaralmaq frazoloji birləşmədə cavab A variantıdır. Xəbəri frazoloji birləşmə ilə ifadə olunmayan cümləni müəyyən edin. O qədər yorulmuşdu ki, əlini ağdan qarıya vurmurdu. A variantını çıxardırıq. Əlini ağdan qarıya vurmamaq frazoloji birləşmədir. Hücuma keçmək istəyən düşmən kəşfiyyatçıların gözündən qaçmadı. Eyni qaydada bu cümlədə də xəbər frazoloji birləşmə ilə ifadə olunub. Kəşfiyyatçıların gözü üçüncü növdür. Gözündən qaçmaq da frazoloji birləşmədir. Gördüyü mənzərədən gözü kəlləsinə çıxdı. Bu cümlənin xəbərdə frazoloji birləşmə ilə ifadə olunub. Deyəsən, sən məni başa düşmədin. Başa düşmək də frazoloji birləşmədir. Müsabiqəyə gələnlər ciddi hazırlaşmışlar. Bu cümlənin xəbəri xəbər şəklində olan fe'l ilə ifadə olunub. Cavabımız A variantı, E variantıdır. Nə yaman dərdimiş zalım ayrılıq cümləsində mübtəda nə ilə ifadə olunub? Mübtəda adətən cümlənin əvvəlində işlənir. Amma bəzən cümlədə inversiya olur. Məsələn, bu cümlədə inversiya var. Bunu düzəldək. Zalım ayrılıq nə yaman dərdimiş? Dərdimiş. Necə dərdiymiş? Yaman dərdiymiş. Nə? Ayrılıq. Necə ayrılıq? Hansı ayrılıq? Zalım ayrılıq. Cümlənin mübtədası nə sualına cavab verən bu sözdə ayrılıqdır. Ayrılıq da düzəltmə isimdir. Ayrılmaqdan ayrılıq yaranır. Cavabımız C variantı. Cümlələrdən hansının xəbərində cəm şəkilçi düzgün işlənməmişdir? Güllərin ətri hər tərəfi bürümüşdü. Bu cümlənin xəbərində cəm şəkilçi yoxdur. Yanıldığını əsla qəbul etməyənlər cümlənin mübtədasında cəm şəkilçi var. Deməli, xəbərdə də cəm şəkilçi olmalıdır. Çünki mübtəda insan anlayışı bildirən isimlərlə ifadə olunub cəmdə olarsa, həmin cümlənin xəbəri də cəmdə olmalıdır. Ən çox yanıldığını əsla qəbul etməyənlər ən çox yanılanlardır. Burada deməli, xəbərdə cəm şəkilçinin işləməsi düzgündür. Quşlar isti ölkələrə uçurlar. Mübtəda heyvan anlayışı bildirən isimlərlə ifadə olunarsa, həmin cümlənin xəbəri təkdə də ola bilər, cəmdə də ola bilər. İnsanlar yaşadıkca qocaldıqlarını sanarlar. Halbuki yaşamadıkca qocalarlar. Bu cümlənin mübtədası da insan anlayışı bildirən isimlə ifadə olunub cəmdədir. Deməli, xəbər də cəmdə olmalıdır. Bu da düzdür. Əlif Hacıyevin rəhbərlik etdiyi dəstə düşmənin hücumunu 3 dəfə qəhrəmanlıqla dəf edə bildilər. Bu cümlənin xəbərində cəm şəkilçi var və bu səhv də işləməməlidir. Çünki bu cümlənin mübtədası, yəni dəstə, cəm şəkilçi qəbul eləməyib.
Deməli, xəbər də təkdə olmalı idi, amma cəmdə olub. Cavab E variantıdır ki, burada cəm şəkilsinin işlənməsi səhvdir. Mübtəda insan anlayışı bildirən ismlə ifadə olunub. Təkdə olarsa cümlənin xəbəri də təkdə olmalıdır. Gözəl sözü tərz hərəkət zərfi kimi işləndiyi gözəl sözünün tərz hərəkət zərfi kimi işləndiyi cümləni müəyyən edin. Gördüyüm gözəl mənzərəyə heyran oldum. Nə etdim, heyran oldum. Nəyə, mənzərəyə? Hansı mənzərəyə? Gözəl mənzərəyə. Burada gözəl cümlənin təyinidir. Gözəl isim ya da isimləşmiş cümlə üzvlərinə aid olarsa, bu zaman cümlənin təyini olur. Zərflik olanda fe'li xəbərə aid olmalıdır. Haqqında düşündükcə həyat bezdirici, yaşayınca gözəldir. Bu cümlədə gözəl sifətində bu sözdə xəbərli şəkilsi var. Deməli cümlənin xəbəridir. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. Bu cümlədə gözəl müstəqil cümlə üzvü deyil, söz birləşməsinin tərkibində işlənib. Onun gözəl cəhətləridir. Nə? İnsanı həyata bağlayan. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. D variantında da eyni qaydada biz bilirik ki, sintaktikada yəli hallı sözlər tək başına cümlə üzvü olmur. Yəli hallı söz varsa, deməli həmin cümlədə mənsubiyyət şəkilcili söz var. Həyatın, bu yəlikdir. Həyatın cəhəti, bu da mənsubiyyətdir. Mənsubiyyət şəkilcili sözdən bir yerdə cümlə üzvü olur və onların arasına daxil olan sözlər təhlil olunmur. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. İnsanın özünü tanımasıdır. Bu cümlənin xəbəridir. Nə? Həyatın ən gözəl cəhəti. Burada da müstəqil cümlə üzvü deyil. E variantına baxaq. Anarın hər gün seyr etdiyi sahil bağı bu gün daha gözəl görünürdü. Nə edirdi? Görünürdü fe'li xəbərdir. Necə görünürdü? Gözəl görünürdü. Cavabımız E variantıdır. Burada gözəl fe'li xəbərə aiddir. Fe'li xəbərə aid olanda da cümlənin zərfliyi olacaq. Hansı cümlələrin təyini fe'li sifət tərkibi ilə ifadə olunub? Baxaq. Evlərində qalan kitabları da gətirdilər. Nə etdilər? Gətirdilər. Xəbərdir. Nəyi? Kitabları. Sual verək. Hansı kitabları? Evlərində qalan kitabları. Birinci cümlədə təyin tamamlığa aiddir və fe'li sifət tərkibi ilə ifadə olunub. Özünə qıymayan özgəyə də qıymaz. Nə etməz? Qıymaz. Kimə? Özgəyə. Kim? Özünə qıymayan. Bu cümlədə fe'li sifət cümlənin mübtədasıdır. Fe'li sifət cümlədə o vaxt təyin olacaq ki, necə, nə cür, hansı bu suallardan birinə cavab verir. Amma burada necə sualı zərflikdə də var. Əgər təyindirsə, isim ya da isimləşmiş cümlə üzvlərinə aid olacaq. Yəni mübtədaya, tamamlığa, ism xəbərə. Dünən sexdə yığılıb qalmış detalları apardılar. Apardılar. Nəyi? Detalları. Hansı detalları? Sexdə yığılıb qalmış detalları. Burada da təyin fe'li sifət tərkibi ilə ifadə olunub. Ən axırda gələni sorğu-sual etməyə başladılar. Sorğu-sual etməyə başladılar. Kimi? Ən axırda gələni. Bu cümlədə fe'li sifət tərkibi cümlənin tamamlığıdır. Əgər bir söz hallanırsa, bu söz şəxs ya da əşya anlayışı bildirib hallanırsa, cümlədə tamamlıq olacaq. Günortadan başlayan yağış gecə yarı ara verdi. Nə ara verib? Yağış. Hansı yağış? Günortadan başlayan yağış. Deməli, burada da fe'li sifət tərkibi ilə ifadə olunmuş təyin var. 1, 3 və 5. Uyğunluğu müəyyən edin. Nitq hissəsi ilə ifadə olunmuş təyin, söz birləşməsi ilə ifadə olunmuş təyin, söz birləşməsi ilə ifadə olunmuş tamamlıq. Günəşin isti şüaları uşağın ağ dərisini yandırdı. Yandırırdı. Nə edirdi? Yandırırdı. Nəyi yandırırdı? Dərisini. Hansı dərisini? Ağ və yaxud da kimin uşağın? Cümlədə yəli halı söz varsa, biz onu mənsubiyyət şəkilcili sözdən bir yerdə cümlə üzvü götürməliyik, parçalaya bilmərik. Yandırdı, sual verik. Nəyi? Uşağın ağ dərisini. Sual verik. Nə yandırdı? Günəşin isti şüaları. Bu cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunub. Onda A 3-ə gedəcək. Çünki söz birləşməsi ilə ifadə olunmuş tamamlıq deyil. Qulaq batıran göy gürultusu mənim, deməli, qulaq batıran göy gürultusu insanı qorxuya salırdı. Nə edirdi? Qorxuya salırdı. Kimi? İnsanı. Nə? Göy gürultusu. Hansı göy gürultusu? Qulaq batıran göy gürultusu. Bu cümlədə də təyin nitq hissəsi ilə ifadə olunub. 1-ə B. Musiqi səsi ürəklərdə xoş duyğular oyadır. Nə edir? Oyadır. Nə?
Nəyi oyadır? Duyğuları. Necə duyğuları oyadır? Xoş duyğuları oyadır. Burada da təyin var. Xoş duyğular. Necə duyğular? Xoş duyğular. Cümlənin təyinidir. Nədə? Ürəklərdə nə musiqi səsi, bu da cümlənin mübtədasıdır. Birə B ilə yanaşı həm də C-ni yazırıq. Qoyun quzu səsi, at kişnərtisi ona uşaqlıq illərini xatırlatdı. Nə etdi? Xatırlatdı. Sual verək. Nəyi xatırlatdı? Uşaqlıq illərini xatırlatdı. Cümlənin tamamlığıdır. Kimə xatırlatdı? Ona. Bu da tamamlıqda nitq hissəsi ilə ifadə olunub. Nə xatırlatıb? Qoyun quzu səsi, at kişnərtisi ona uşaqlıq illərini xatırladıb. Tamamlıq söz birləşməsi ilə ifadə olunub. 3-ə A ilə yanaşı həm də D-ni yazırıq. Yaz yağışı torpaqdan boylanan çiçəklərə can verirdi. Nə edirdi? Can verirdi. Nəyə? Çiçəklərə. Hansı çiçəklərə? Torpaqdan boylanan çiçəklərə. Fe'li sifət tərkibi ilə ifadə olunmuş təyin var burada. 2-yə E yazacağıq. Nə can verirdi? Yaz yağışı, bu da cümlənin mübtədasıdır. Deməli 1-ə B, C, 2-yə E, 3-ə A, D. Cavabımız B variantı. Uyğunluğu müəyyən edin. Nitq hissəsi ilə ifadə olunmuş təyin, söz birləşməsi ilə ifadə olunmuş təyin, söz birləşməsi ilə ifadə olunmuş tamamlıq. Üzeyir musiqisini dinləyən Əşrəf bir anlıq xəyala daldı. Nə etdi xəyala daldı? Kim? Əşrəf. Sual verək. Hansı Əşrəf? Üzeyir musiqisini dinləyən Əşrəf. Cümlənin təyini fe'li sifət tərkibi ilə ifadə olunub. Söz birləşməsi ilə ifadə olan təyin deyirsə 1-ə A. Sıxlaşmış böğürtlen kolları getməyə imkan vermirdi. İmkan vermirdi. Nəyə? Getməyə. Nə imkan vermirdi? Böğürtlen kolları. Hansı böğürtlen kolları? Sıxlaşmış böğürtlen kolları. Burada da nitq hissəsi ilə ifadə olunmuş təyin var. Deməli 1-ə B, 2-yə söz birləşməsi ilə ifadə olunmuş təyin A. Dünən hamı kədərli anlar yaşadı. Nə etdi? Yaşadı. Nə yaşadı? Nəyi yaşadı? Anlar yaşadı. Necə anlar? Kədərli anlar. Kim? Hamı? Nə zaman? Dünən. Burada da nitq hissəsi ilə ifadə olunmuş təyin var. Kədərli anlar. Necə anlar? 1-ə B ilə yanaşı həm də C-ni yazırıq. Axşamdan səngimək bilməyən küləyin vıyıltısı cəmaatı bezdirmişdi. Bezdirmişdi kimi cəmaatı? Nə? Küləyin vıyıltısı. Hansı küləyin vıyıltısı? Axşamdan səngimək bilməyən küləyin vıyıltısı. Söz birləşməsi ilə ifadə olunmuş təyin var. A ilə yanaşı D. Qar dənəcikləri dövrə vurub yerə qonduqca kənd uşaqlarını sevindirirdi. Nə edirdi? Sevindirirdi. İndi sual verək. Kimi sevindirirdi? Kənd uşaqlarını sevindirirdi. İkinci növ təyini söz birləşməsi ilə ifadə olunmuş tamamlıq var burada. Söz birləşməsi ilə ifadə olunmuş tamamlıq deyirsə 3-ə E-ni yazırıq. Nə sevindirirdi? Qar dənəcikləri mübtəda da söz birləşməsi ilə ifadə olunub. Burada diqqətli oluruq ki, yəli halı sözü özündən sonra gələn mənsubiyyət şəkilli sözdən bir yerdə cümlə üzvü götürürük. 1-ə B, C, 2-yə A, D, 3-ə də E. Cavab A variantı. Hansı cümlələrdə o və bu əvəzlikləri mübtəda kimi işləmişdir? O və bu əvəzlik cümlənin mübtədası olarsa kim ya da nə? Bu suallardan birinə cavab verməlidir. Baxaq. Bu modeli uşaqlar hazırlamışlar. Nə etmişlər? Hazırlamışlar. Kim? Uşaqlar. Bu cümlənin mübtədası uşaqlardır. Nəyi? Modeli. Hansı modeli? Bu modeli burada təyindir. O, Nurayın çox yaxın dostlarından biridir. Nurayın çox yaxın dostlarından biridir. İndi sual verək. Kim? Kim Nurayın çox yaxın dostlarından biridir? O, cümlənin mübtədasıdır. O heykəl Cavidə qoyulmuş ən gözəl abidədir. Abidədir. Necə abidədir? Gözəl abidədir. Nə? Nə? Heykəl. Hansı heykəl? O heykəl. Burada da cümlənin təyinidir. O atamla işləyir. Nə edir işləyir? Kimi ilə atamla? Kim? O. Mübtədadır. Bu mümkün deyil. Mümkün deyil. Sual verək. Nə mümkün deyil? Bu mümkün deyil. Burada da cümlənin mübtədasıdır. Cavab 2, 4 və 5. Vətəni qorumaq hamının borcudur cümləsinin baş üzvləri haqqında cavablardan biri yanlışdır. Mübtəda quruluşuna görə mürəkkəbdir. Baxaq. Hamımızın borcudur. Borcudur kimin, hamımızın nə, qorumaq və yaxud da nəyi, vətəni olmaz. Yəlik hallı söz mənsubiyyətlə bir yerdə təhlil olunmalıdır. Hamımızın borcudur. Nə hamımızın borcudur? Vətəni qorumaq. Mübtəda quruluşuna görə mürəkkəbdir, düzdür. Çünki söz birləşmələri ilə ifadə olunan mübtədalar quruluşuna görə mürəkkəb mübtədalardır.
Mübtəda məsdər tərkibi ilə ifadə olunub. Bəli, əsas tərəfdə məsdər olduğuna görə biz buna məsdər tərkibi deyirik. Feili xəbərli cümlədir, bu artıq səhv fikirdir. Feili xəbərli cümlə feilin şəkilləridir. Əgər biz feilin şəkillərini biliriksə, feili xəbəri də bilirik. Çünki feilin şəkilləri cəmi bir dənə cümlə üzvü ola bilir, o da feili xəbər. Və feili xəbərin də bir dənə ifadə vasitəsi var, o da feilin şəkilləri. Bəzən feili xəbər deyəndə biz elə başa düşürük ki, bütün feillər feili xəbərin ifadə vasitəsi ola bilər. Məsələn, məsdər, feili sifət bu səhvdir. Feili xəbər dedikdə söhbət feilin şəkillərindən gedir. Xəbər təyini söz birləşməsi ilə ifadə olunub. Bəli, yiyəlik hal özündən sonra gələn mənsubiyyət şəkilçili sözlə üçüncü növ təyini söz birləşməsini yaradır. Cümlədə yalnız baş üzvlər işlənmişdir, düzdür. Cümlənin bir xəbəri, bir də mübtədası var. Hansı cümlələrdə feili sifətlə ifadə olunmuş təyin tamamlığa aiddir? 1873-cü ildə Hacı Zeynalabdin Tağıyev qazandığı pulla dövlətdən torpaq sahəsi alır. Bura qədər elə bir cümlədir. Nə edir? Alır. Nəyi? Torpaq sahəsini. Kimdən? Dövlətdən. Nə ilə alır? Pul ilə alır. Bu tamamlıqdır. Adətən tamamlıq dedikdə bizim ağlımıza hal şəkilcili sözlər gəlir. Amma tamamlıqlar qoşmalı sözlərlə də ifadə oluna bilər. Kim ilə, nə ilə, kim üçün, nə üçün, kimin haqqında, nəyin haqqında bu suallardan birinə cavab verir. Nə ilə aldı? Pul ilə. Bu cümlənin tamamlığıdır. İndi sual verək. Hansı pul ilə? Qazandığı pul ilə. Feili sifətdir. Dıqüstü mənsubiyyət feili sifətin şəkilçisidir. Feili sifətlə ifadə olunmuş təyindir və qoşmalı tamamlığa aiddir. Biri götürdük. Zərif qanadlarla uçmağa cəhd edən quş həmin an yerə çırpıldı. Çırpıldı, hara, yerə, nə zaman, həmin an. Sual verək. Nə çırpıldı quş? Hansı quş? Zərif qanadlarla uçmağa cəhd edən quş. Feili sifət tərkibi cümlənin təyinidir. Amma ki, tamamlığa yox, mübtədaya aiddir. Zərif qanadlarla uçmağa cəhd edən quş yerə çırpıldı. İkini götürmürük. Dəhlizin başında dayananda ağlayan uşaq gördüm. Nə etdim? Gördüm. Uşaq cümlənin tamamlığıdır, təsiri yallı sözdür. Hansı uşaq? Ağlayan uşaq. Bu da feili sifətdir və cümlənin təyinidir. Tamamlığa aid olan təyindir. Uşağı gördüm. Bu qeyri-müəyyən təsiri yallı sözdür. Təsiri yallı sözlərdə yalnız tamamlıq olur. Burada da ağlayan tamamlığa aid olan təyindir. Üçü də götürdüm. Nə zaman gördüm? Dəhlizin başında dayananda. Bu da feili bağlama tərkibidir. Cümlənin zaman zərfliyidir. Bəzən istəməsən də bu hissəyə qədər deməli tamamlıq ya da təyin yoxdur. İnsanların qəlbinin sınmasına səbəb olursan. Nə edirsən? Səbəb olursan. Nəyə səbəb olursan? İnsanların qəlbinin sınmasına səbəb olursan. Cümlədə tamamlıq var, amma ki tamamlığa aid olan təyin yoxdur. 4-ü götürmürük. Səhvlərini başa düşdüyün an həyatında dönüş nöqtəsi olacaq. Nə zaman dönüş nöqtəsi olacaq? Səhvlərini başa düşdüyün an. Burada feili sifət tərkibi cümlənin zərfliyidir. Cavabımız 1, bir də 3-dür. Mübtədası nitq hissəsi ilə ifadə olunmayan cümlələri müəyyən edirik. Deməli, qız qapını açıb ehmalca küçəyə boylandı. Deməli, birinci cümlədə xəbər tapırıq. Nə etdi? Boylandı. Xəbərdən birbaşa sual veririk. Kim boylanıb? Qız boylandı. Bu cümlənin mübtədası nitq hissəsi ilə ifadə olunduğuna görə biri götürə bilmərik. Bu məsələləri həll etmək hər kəsin hünəri deyil. Hər kəsin hünəri deyil, cümlənin xəbərini tapırıq. Nə hər kəsin hünəri deyil. Bu məsələləri həll etmək. Cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunub, 2-ni seçirəm. Hadisə düşündüyümüzdən daha tez baş verdi. Deməli, nə etdi? Baş verdi. İndi sual verək. Nə baş verib? Hadisə baş verib. Mübtəda isimlə ifadə olunub. 3-ü götürə bilmərik. Tacir vəfat etdikdən sonra onun var dövləti yoxsullar arasında bölündü. Bölündü. Sual verək. Nədir bölünən? Nə bölündü? Var dövləti bölündü. Mübtəda ikinci növ təyini söz birləşməsi ilə. Daha doğrusu, tacir vəfat etdikdən sonra onun var dövləti yoxsullar arasında bölündü. Bölündü. Nə bölündü? Onun var dövləti. Mübtəda üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunub. Yəni nitq hissəsi ilə yox, söz birləşməsi ilə ifadə olundu. Padşahın əmrləri axşama qədər yerinə yetirilməlidir. İndi sual verək. Yerinə yetirilməlidir. Nə yerinə yetirilməlidir? Padşahın əmrləri cümlənin mübtədası üçüncü növ təyini söz birləşməsi ilə ifadə olundu. Qoca bunu gördükdə gözlərinə inanmadı.
Kim gözlərinə inanmayıb? Qoca. Kim mübtədanın sualıdır. Bu sifətlə ifadə olunmuş mübtədadır. Deməli, 1-də qız ismi ilə ifadə olundu, 3-də hadisə ismi ilə ifadə olundu, 4-də, 6-da daha doğrusu qoca sifəti ilə ifadə olunub mübtədalar. Amma 2, 4, 5 burada söz birləşməsi ilə ifadə olundu. Hansı nümunələrdə cümlənin baş üzvlərindən biri buraxılmışdır? Bu çox güman ki, mübtədadır. Mübtədanı da tapmaq üçün cümlənin birinci xəbərini tapmaq lazımdır və xəbərə uyğun şəkildə mübtədaya sual verməliyik. Xəbər neçənci şəxsdədirsə, mübtəda da həmin şəxsdə olacaq. Baxaq. Dəmir darvazaya yaxınlaşıb, lap astadan ona öz dərdimi söylədim. Nə etdim? Söylədim. Bu cümlənin xəbəridir. İndi sual verək. Kim? Kim söyləyib? Mən. Mən dəmir darvazaya yaxınlaşıb ona astadan öz dərdimi söylədim. Xəbər neçənci şəxsdədirsə, xəbər birinci şəxsin təkindədir. Mübtəda da həmin şəxsdə olmalıdır. Yəni mübtəda ilə xəbər şəxsə və kəmiyyətə görə uzlaşmalıdır. Məsələn, bu cümlənin xəbəri birinci şəxsin təkindədir. Deməli, cümlənin mübtədası da birinci şəxsin təkinin əvəzliyidir. Məndir. Buraxılıb cümləyə gətirəm. Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən danışmaq sənə heç nə verməyəcək. Nə etməyəcək? Verməyəcək. İndi sual verək. Nə? Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyindən danışmaq sənə heç nə verməyəcək. Cümlənin mübtədası məsdər tərkibi ilə ifadə olunub. Onun kələkbazlığı haqqında söhbət bütün şəhərə yayılmışdı. Nə etmişdi? Yayılmışdı. İndi sual verək. Nə yayılmışdı? Yəni yayılan nədir? Söhbət yayılmışdı. Hansı söhbət? Onun kələkbazlığı haqqında olan söhbət. Deməli, hansı nümunələrdə cümlənin baş üzvlərindən biri buraxılıb? Burada cavab 1-i seçdim. 2-də məsdər tərkibi ilə ifadə olunub. 3-də söhbət ismi ilə ifadə olunub. İndi onların üçü də bir-birini ötəri mehribanlıqla süzürdülər. Nə edirdilər? Süzürdülər. Sual verək. Kim süzürdü? Onların üçü. Mübtəda üçüncü növ təyini söz birləşməsi ilə ifadə olub. Əmimgilin qapısında 3 gün, 3 gecə çalğı səsləri kəsilmədi. Kəsilmədi. Nə kəsilmədi? Çalğı səsləri kəsilməyib. Mübtəda ikinci növ təyini söz birləşməsi ilə ifadə olundu. İnsanı valeh edən bu mənzərə qarşısında heyrətimizi gizlədə bilmirik. Xəbər birinci şəxsin cəmindədir. Deməli, bu cümlənin mübtədası nə olmalıdır? Birinci şəxsin cəminin əvəzli, yəni biz. Biz insanı valeh edən bu mənzərə qarşısında heyrətimizi gizlədə bilmirik. Mübtəda buraxılmışdı, intonasiya ilə bərpa elədim. Deməli, cavab 1. Onun kələkbazlığı haqqında 1, əmimgilin qapısında 1, 5. Səhv eləmirəmsə, deməli 1-də buraxıldı, 2-də məsdər tərkibidir, 3-də söhbət ismi, onların üçü, üçüncü növ təyini söz birləşməsi, çalğı səsləri, bəli, 1, 5. Cümlə üzvləri ilə bağlı verilmiş fikirlərdən yanlış olanları müəyyən edin. Cənubi Azərbaycandan qaçıb Şuşaya pənah gətirən Seyid Hüseyn Xurşudbani ilə görüşür və ona sığınacaq verilməsini xahiş edir. Cümləni birinci təhlil etmək lazımdır. Xəbəri tapırıq. Nə edir? Xahiş edir. Daha sonra xəbərdən əvvəl işlənən sözlərə bir sual veririk. Nəyi xahiş edir? Ona sığınacaq verilməsini xahiş edir. Burada məsdər tərkibi var. Biz bilirik ki, məsdərdə feili, sifətdə feili bağlamada özündən əvvəl gələn sözləri özünə tabe eləyib tərkib yaradır, söz birləşməsi yaradır. Və köməkçi nitq hissəsi də lazım deyil. Görüşür. Nə edir? Görüşür. Feili xəbərdir. Sual verək. Kimi ilə görüşür? Xurşudbani Natəvanla görüşür. Kimi ilə də tamamlığın sualıdır. Yenə sual veririk. Kim görüşür? Seyid Hüseyn bu cümlənin mübtədasıdır. Hansı Seyid Hüseyn? Cənubi Azərbaycandan qaçıb Şuşaya pənah gətirən Seyid Hüseyn. Bu da cümlənin təyinidir. Söz birləşməsi ilə ifadə olunmuş təyindir. Cümləni təhlil elədik. Cümlədə xəbər, tamamlıq, mübtəda və təyin var.
Sadə və mürəkkəb feillə ifadə olunmuş xəbərlər var. Baxaq, yanlış fikirlər isə bu cümlədə 2 dənə xəbər var idi. Bir xahiş edir, düzdür, mürəkkəb feillə ifadə olunub, bu isə düzdür. Bir də görüşür, amma görüşür sadə yox, görməkdən görüşmək yaranır. Düzəltmə feilli ifadə olunan xəbərdir, bir səhvdir. Cümlənin mübtədası xüsusi isimlə ifadə olunmuşdur. Bu səhvdir, çünki cümlənin mübtədası mürəkkəb adla ifadə olunub. Söz birləşmələri fərqli cümlə üzvləri vəzifəsində işləmişdir. Bəli, elə biri cümlənin təyini idi, digəri cümlənin tamamlığı idi. Ona görə 3 düzdür. Cümlədəki feili sifət tərkibi təyin vəzifəsində işləmişdir. Bu da düzdür. Hansı Seyid Hüseyn, deməli Cənubi Azərbaycandan qaçıb Şuşaya pənah gətirən Seyid Hüseyn cümlənin təyinidir. Cümlədə eyni suala cavab verən tamamlıqlar işləmişdir. Baxaq. Deməli, xahiş edir nəyi? Ona sığınacaq verilməsini. Burada tamamlıq nəyi sualına cavab verdi. Burada ona tamamlıq deyil. Məsələn, kimə, ona, hə, düzdür. Tamamlıq hal şəkilcili sözlərdir. Şəxs və yaxud da əşya bildirir. Tamamlığın sualların içərisində kimə sualı var. Amma ki, burada kimə müstəqil cümlə üzvü deyil. Əgər o müstəqil cümlə üzvü olsaydı, cümlənin xəbəri ilə hal şəkilcili söz arasında idarə əlaqəsi olacaqdı. O xəbərlə əlaqələnməli idi. Amma burada əlaqələnmir. Çünki tərkibin içərisindədir. Xahiş edir, sual versən nəyi xahiş edir? Ona sığınacaq verilməsini xahiş edir. Məsdər tərkibidir. Məsələn, ona xahiş edir, alınmır. Xəbərlə əlaqələnmir, çünki müstəqil bir cümlə üzvü deyil. Bütün cümlə üzvləri ilə xəbər arasında sintaktik əlaqə var. Onlar xəbərlə əlaqələnməlidir. Məsələn, təyinlə xəbər arasında əlaqə var. Maraqlı kitabdır, yanaşma əlaqəsi. Hal şəkilcili sözlə xəbər arasında idarə əlaqəsi var. Qoşmalı sözlə, zərfliklərlə, hal şəkilsiz zərfliklərlə xəbər arasında yanaşma əlaqəsi var. Mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi var. Yəni bunlar xəbərlə sintaktik əlaqədədir. Amma ona xahiş edir, alınmır. Məsələn, deyirəm, onu gördüm, bəli, xəbərlə əlaqələnir. Amma burada alınmır. Çünki tərkibin içindədir bu söz. Nəyi xahiş edir? Ona sığınacaq verilməsini. Burada nəyi sualı var? Görüşür. Kimi ilə görüşür? Xurşudbani Natəvanla burada da kimi ilə sualına cavab verir. Bəli, tamamlıqlar fərqli suallara cavab verir. 5 düzdür. Burada cavab 1, sonra cümlə mübtədası 1, 2. İndi Şamxalın fikri orada, yəni dostlarının yanındaydı. Cümləsində əlavə nəyə aiddir? Durğu işarələri buraxılıb. Biz bilirik ki, əlavə ilə əlavəli üzv arasında tire işarəsi olur, amma deyir ki, durğu işarələri buraxılıb. Onda əlavə ilə əlavəli üzv arasında bir aydınlaşdırıcı intonasiya olur. O da bizə kömək eləyə bilər və biz ora aydınlaşdırma bağlayıcısı, yəni əlavə eləyə bilirik. İndi Şamxalın fikri orada, yəni dostlarının yanındaydı. Deməli, orada burada əlavəli üzvdür. Orada. Əlavəsi də dostlarının yanındaydı. Orada, harada zərfliyin sualıdır. Biz bunu zərflik götürə bilmərik. Çünki əlavə ilə əlavəli üzv eyni cümlə üzvü olur. Bunlar fərqli cümlə üzvü ola bilməz. Məsələn, orada cümlənin zərfliyi olsun. Dostlarının yanındaydı. Burada da idi var. Bunu xəbər götürək olmaz. Hər ikisi eyni cümlə üzvü olmalıdır. Və xəbərə aid əlavələr olanda çox vaxt xəbərdə ya xəbərli şəkilçisi, ya idi hissəciyi ixtisar olunur və bunu artıq biz zərfliklə qarışdırırıq. Diqqətli olaq. Əslində cümlə belədir. İndi Şamxalın fikri orada idi. Burada idi hissəciyi ixtisar olunub. İdi varsa deməli cümlənin xəbəridir. Yəni dostlarının yanında idi. Bu cümlədə xəbərin əlavəsi işlənib. Cavabımız D variantıdır. Qarşıda çayın meşəyə yaxın tərəfində gənclər üçün düşərgə salınmışdı. Harada düşərgə salınıb? Qarşıda, harada zərfliyin sualıdır. Deməli, bu cümlədə zərfliyin əlavəsi işlənib. Əlavə ilə əlavəli üzv arasında tire işarəsi işlənir və onlar arasında bir aydınlaşdırıcı bir intonasiya olur. Sadalama varsa, bu həmçin üzvlərdir. Qarşıda, yəni çayın meşəyə yaxın tərəfində. Harada? Qarşıda. Zərfliyin əlavəsi var burada. Zərfliyin əlavəsi işləmək cümləni müəyyən edin. Baxaq. Xəbərim var ki, imtahan yaxındır. Bu ayın sonundadır. İndi bu hissəyə sual verək. İmtahan yaxındadır. Nə zaman? Nə zamanda biz bilirik ki, zaman zərfliyinin sualıdır. Amma ki, burada xəbərin əlavəsi var və xəbərin əlavəsi olanda orada ixtisar olur. Əslində cümlə belədir. Xəbərim var ki, imtahan yaxındadır. Burada dır şəkilçisi ixtisar olunub. Dır varsa deməli bu cümlənin xəbəridir. Yəni bu ayın sonundadır. Bu cümlədə xəbərin əlavəsi işlənib. Diqqətli olaq. Bu hissəyə sual verməmişdən əvvəl şəkilcini bərpa eləyək. Sonradan bildim ki, o yaşadığı binanın yanında.
Yəni ərzaq dükanında işləyirdi. Bu cümlədə artıq zərfliyin əlavəsi işlənib. Yaşadığı binanın yanında harada zərfliyin sualıdır. Yəni ərzaq dükanında işləyirdi. Bu cümlədə zərfliyin əlavəsi var. O dəbdəbəli zövqlə işlənmiş ev diqqətimi o dəbdəbəli zövqlə tikilmiş ev diqqətimi çəkdi. Deməli, burada da təyin əlavəsi işlənib. Dəbdəbəli ev. Necə ev? Dəbdəbəli ev. Mübtədanın təyinidir. Dəbdəbəli, yəni zövqlə tikilmiş ev. Dəbdəbəli deyəndə onu izah eləyən söz zövqlə tikilmiş sözü, yəni əlavəsi zövqlə tikilmişdir. Dəbdəbəli ev, necə ev? Dəbdəbəli ev. Bu cümlənin təyinidir. Necə sualı düzdür, zərflikdə də var, amma zərfliyin sualı olsaydı o feili xəbərə aid olacaqdı. Burada mübtədaya aiddir, təyindir. Sizin işçinizdən, yəni Ələkbərli Samirdən çoxlu şikayət daxil olur. Sual verək, kimdən? Kimdən tamamlığın sualıdır. Deməli, burada tamamlığın əlavəsi işlənib. Sizin işçinizdən, yəni Ələkbərli Samirdən. Bu hissə əlavəli üzvdür. Cümlənin tamamlığıdır, bu da onun əlavəsidir. Şirvan şahlığında yeni sülalənin, Dərbəndlər sülaləsinin hakimiyyəti başlandı. Burada da zərflik ümumiyyətlə yoxdur. B variantında çıxardıraq. Şirvan şahlığında yeni sülalənin, Dərbəndlilər sülaləsinin hakimiyyəti başladı. Üçüncü növün deməli əlavəsi işlənib burada. 231-də deyir ki, elm öyrənməyi və kamal əldə etməyi hər şeydən daha əziz tutur. Burada artıq həmciz cümlələr var. Həmciz cümlələrlə əlavələr bir-birinə çox oxşuyur. Çünki eyni suallara cavab verirlər, qrammatik şəkilçilər eynidir. Fərq birində sadalama intonasiyası var. Digərində aydınlaşdırıcı intonasiya var. Baxın, elm öyrənməyi, kamal əldə etməyi hər şeydən daha əziz tut. İndi sual verək. Nəyi elm öyrənməyi? Nəyi kamal əldə etməyi? Burada həmciz üzvlər nəyi sualına cavab verir, nəyi də tamamlığın sualıdır. Daha doğrusu həmciz tamamlıqlar var burada. Həmciz təyinləri düzəltmə sifətlə ifadə olunan cümləni müəyyən edin. Buludlar, dağlar uzaqda laylay, yenə öz yerində yuvarlanır ay. Baxırıq ki, bu cümlədə ümumiyyətlə həmciz üzv yoxdur. Həmciz üzv varsa, orada sadalama intonasiyası var. Burada sadalanmır. O gözəl, girdə sifət, gənc bir qız idi. Bəli, həmciz təyinlər var. O gözəl, girdə sifət, gənc qız idi. Həmciz təyinlər bir üzvü izah eləməlidir. Burada da gözəl, girdə sifət, gənc deməli xəbəri izah eləyir. Qız idi. Bu cümlənin xəbəridir. Sual verirsən, necə qız idi? Gözəl qız idi. Necə qız idi? Girdə sifət qız idi. Gənc qız idi. Bəli, həmciz təyinlər var. Xəbərə aid olan həmciz təyinlər var. Amma ki, düzəltmə deyil. Şərtdə düzəltmə olmasını istəyir. Şərqli qızlara məxsus qara, dərin, iri gözləri var idi. Vardı. Nəyi? Gözləri. Necə gözləri? İri gözləri. Necə gözləri? Dərin gözləri. Necə gözləri? Qara gözləri. Qara, dərin, iri sadalanır. Həmciz təyinlər var. Amma ki, sadədir. Aşıq Ələsgər süsənli, sümbüllü, lalalı dağları tərənnüm etmişdi. Süsənli, sümbüllü, lalalı sadalayıram. Həmciz təyinlər var və düzəltmədir. Süsən, süsənli, sümbüllü, lalalı cavabımız D variantıdır. Oxuyan bülbülün, civildəşən quşların səsi ətrafa yayılmışdı. Bülbülün, quşların səsi, burada həmciz təyin yoxdur. Bülbülün səsi, quşların səsi ayrı-ayrı üzvlərdir. Deməli, həmciz mübtədalı cümlələri müəyyən edin. Baxaq, döyüş davam edir. Davam edir. Nə davam edir? Döyüş. Bu cümlənin mübtədasıdır. Əskərlər qəhrəmancasına vuruşurdular. Kim? Əskərlər. Bu iki dənə müəyyən şəxsi cümlənin birləşməsindən yaranan mürəkkəb cümlədir. Burada iki dənə müəyyən şəxsi cümlə var. Füzuli qəzəli, Nizami xəmsəsi ölməz sənətdir. Nə? Füzuli qəzəli. Nə? Nizami xəmsəsi. Mübtədalar həmcizdir. İkini seçirik. Cavad xan da, əmim də susurdular. Susurdular. Kim? Cavad xan. Kim? Əmim. Həmciz mübtəda var. O bir el vurğunu, el aşiqidir. O bir el vurğunudur. O bir el aşiqidir. Xəbərlər həmcizdir. Vətən, vətən, sənə gəldim, dinə imana gəldim. Mən gəldim. Deməli, vətən, vətən bu xitabdır. Mən sənə gəldim, mən dinə imana gəldim. Bu cümlədə xəbərlər həmcizdir. Cavabımız 2, 3.